13 Mart 2026 yıl. Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 13 Mart 2026 il. Deməli dostlar, Mart ayı girər-girməz yağışlar, soyuqlar, bir gün günəş, 2 gün yağış, arılar inkişaf edə bilmir. Şükür olsun Allahın məsləhətinə. Allah məsləhət necə bilirsə o qaydada da olar. Arı möcüzədir. İnşallah gəlib tez bir müddətdə start götürəcək. Bugün istəyirəm arıçıların yaralı yeri haqqında sizə məlumat çatdırım. Arıçıların ən yaralı yeri nədir? Süzülmüş şanları saxlamaq, qorumaq, yaza qədər çıxartmaq çox çətindir saxlamaq dostlar. Yəni mən hər il paylaşıram. Bundan bir neçə il bundan əvvəl paylaşmışam. Şanları necə saxlayıram. Hətta pətəklərin daxilində çəkiliş edib göstərmişəm nə cür saxladığımı. Hər zaman mənə bu haqda suallar yazırlar. Bilirsiniz, bu hər bir sualı mən cavablandırıram. YouTube kanalımızda, istər digər kanallarımızda bütün şərhlərə cavab verirəm. İstər məsləhət istəyən gənc arıçılara, istərsə də ağlına gələni yazanların da cavabını necə lazımdır o cür verirəm. Amma dostlar, şərhdə yazmaq, bir şeyi izah etmək uzun bir vaxt lazımdır. O da ki, mənim üçün çox çətindir. Amma qısa bir halda yazıram. Hər ildə paylaşıram şanlarımı, saxlayan yerimi, bunları paylaşıram ki, bunlar bilsin, kimsə əvvəl baxmasın, sonra baxsın, görsün. Bax, bu haqda məlumat çatdırıram. Yəni, süzülmüş şan nədir? Demək dostlar, süzülmüş şan, mən həmişə deyirəm ki, arıçının qızıl fondudur. Arıçının qızıl fondu, bəli. Nə üçün qızıl fondu? Çünki bu şanlar indi demək Mart ayıdır. Artıq yaxşı inkişaf etmiş ailələrə Mart ayında, indi Martın ortası da ola bilir, sonu da ola bilir. Bu hava şəraiti ilə əlaqədar olan bir şeylərdir. Yəni tez inkişaf etmiş arı ailələrinə ilk genişlənmə zamanı bu süzülmüş şanların çox böyük əhəmiyyəti var. Tamamilə ağ, heç bir problemi olmadan yeni şanlardır, yeni hörülmüş şanlar və yaxud bu cür bir neçə nəsil bura yumurta atıb ana arı. Yəni ən gözəl şanlardır. Həddindən artıq qaralmış şanları olmaz saxlamaq, indi onu sizə izah edərəm. 2025-ci ildə verilmiş şan vərəqi olub, arılar bunu toxuyub, müəyyən qədər ana arı bura yumurta atıb və biz bunu götürmüşük. Baxın, hətta bir tərəfində az miqdarda bal da var. Yəni, bu arı üçün böyük bir dərmandır. İlk genişlənmə verərkən bu balın möhrünü açıb, axırıncı sürfəli çərçivənin yanına qoyub, bura ana arı dərhal başlayır yumurta qoymağa. Yəni, arılar, işçi arılar bu şanın gözlərini təmizləyir, cılalayır və ana arı da
dərhal başlayır yumurta qoymağa. Ailə gecikmir və ailəyə böyük bir necə deyirlər, xərc lazım olmur. Yəni bir şam vərəqini hörülməsi üçün arı əziyyət çəkir, mum ifraz edir. O mumu ifraz etməsi üçün çoxlu bal sərf eləyir, güləm sərf eləyir ki, onlarda mum vəziləri başlayır inkişaf eləməyə və toxuyur. Amma bu çərçivə artıq tamam toxunmuş çərçivədir. Buna heç bir vəsait lazım deyil. Sadəcə təmizlik işləri görülən kimi ana arı bura yumurta qoyacaq. Yəni görürsünüzmü? Burada da az miqdarda bal, yəni biz bunları süzməklə varlanmarıq. Odur ki, bu balları dostlar süzməklə bir şey əldə etmək olmaz. Yəni bunlar arı üçün yaz ayında böyük bir faydadır. Yəni böyük bir dərmandır, vitamindir. İlk genişlənmə zamanlarında bu süzülmüş şanlar və yaxud az ballı çərçivələr arıçı üçün çox önəmlidir. Arı üçün də bir həftə tez start götürməkdir dostlar. İndi baxın, qaralmış şan demişkən bu şanları sizə göstərim. Yəni bu bir qədər qaralmış olsa da, amma biz bunlardan yəni bu ildə istifadə edəcəyik. Nə üçün istifadə edəcəyik? Bunlar bizim damazlıq erkək arı yetiştirdiyimiz şanlardır. Yəni biz bu erkək şanlarıdır. Yəni erkək arı ölçüsündə olan şanlardır bunlar. Belə. Yəni ki, burada bunları biz inşallah arı ailələrinə yerləşdiririk. O ki, damazlıq erkək arı yetişdirən ana arılar ki var, onlar bu 30'luq çərçivəyə bütövlüklə erkək yumurtaları qoyur. Ona görə bu şanlar da bizim üçün önəmlidir. Yəni ana arı yetişdiriciliyi ilə məşğul olan arıçı mütləq arıxanasında erkək arılar çox yetişdirilməlidir ki, ana arıların mayalanması təhlükəsiz olsun. Bu işçi arı şanıdır. Yəni bu cür işçi arı üçün nəzərdə tutulmuş şandır. Amma bunlar baxın bizim erkək arı üçün nəzərdə tutulmuş şanlarımızdır. Yəni biz ilkin mərhələdə hazır şanlarımız ki var, erkək şanları, ana arıların yumurta koyması için ilkin vaxtlarda, erken vaxtlarda bu cür şanlar, sonra isə şan vərəqi, yəni çərçivələrə bu cür erkək şanları yapışdırırıq ki, bizim üçün yenə də yəni may aylarında, yay aylarında erkək arı yumurtası qoysun ana arılarımız. İndi mövzumuz nədir? Mövzumuz bu şanların necə saxlamaq olar, necə qorumaq olar? Çünki bu şanları saxlamaq çox çətindir. Çünki mum güvəsi şanla qidalanır. Mum güvəsi bu şanları qısa bir zamanda isti dövrlərdə yeyir, məhv edir, zədələyir. Ona görə arıçıların ən ağrıyan yeri, ən yaralı yeri bu şanların qorunub saxlanılmasıdır. Yəni şanlardakı dostlar nə qədər isti aylar olur, şanları qorumaq çətin olur. Necə ki qış aylarında, soyuq aylarda orada artıq soyuq dövrdə mum güvəsi inkişaf edə bilmir. Amma sürfələri ölürsə onların yumurtaları qalır şanda və bir müddət keçəndən sonra havalar ki isinəndən sonra və yaxud bir çərçivəni götürüb isti bir yerdə saxlasanız qışda belə avtomatik buradakı
mum güvəsinin yumurtaları aktivləşəcək və sürfəyə çevriləcək. Bu şanları da zədələyəcək. Yəni mum güvəsi yeganə bir varlıqdır ki, şanla, mumla qidalanır. Yeganə bir varlıqdır ki, mumu yeyib həzm edir. Yəni həzm etməyə qadir bir canlıdır dostlar. Demək məndən tez-tez yenə də zənglər vururlar, soruşurlar və siz şanları necə saxlayırsınız? Demək, mənim saxladığım metodu indi sizə deyirəm dostlar. Yəni çox insanlar, çox arıçılar kimyəvi dərmanlarla, kimyəvi vasitələrlə, cürbəcür hoqqalardan çıxıb bunları saxlamaq üçün mən isə bunları etmirəm. Baxın, nə edirəm, onu da sizinlə paylaşıram. İlk növbədə bal süzümü başlayır. Bal süzümündə balı süzən kimi artıq qaralmış şanları sıradan çıxardırıq. Dərhal götürürük. Hansı ki yeni şanlardır, baxın bu cür gözəl şanlardır, bunları qaytarıb ara ailələrinə yerləşdiririk və normal belə süzülmüş çərçivələr, təzə şanlar olursa, onları da mən şəxsən arı ailələrinin daxilində, arı pətəklərinin daxilində arəkəsmə taxtasından o tərəfdə 2 ədəd, 3 ədəd, 4 ədəd, indi arını çox da yükləmirəm. Çünki arı əlavə, necə deyərlər, onlar üçün əlavə bir yük olur. Çünki arəkəsmə taxtasına hər gün mütəmadi arılar çıxır, onu təmizləyir, tərkibindəki bal varsa balı sovurur, gülən varsa bu gülənləri də daşıyır. Amma faizə qədər bunları qoruyur. Bəzən ikinci mərtəbədə, yuxarı mərtəbədə də saxlamaq olur. Yəni o da həddindən artıq yük olur arı üçün çox qoymaq. Yəni bəzən güvə girir, arı getdikcə varroadan zəifləyə bilir, artıq onun öhdəsindən gələ bilmir dostlar. Ona görə bir neçə çərçivə hər bir arı ailələrində paylayırıq. Təmiz, yaxşı çərçivələr, bax bu cür çərçivələri. Bunları da payız ayında artıq arıları ki havalar soyuyur, qışlamaya hazırlayırıq. Bax o dönəmdə mən götürüb bu cür rəflər hazırlamışam. Hətta bu rəflərin hazırlanma qaydasını da YouTube'da paylaşmışam dostlar. Adi reykalardır, taxta reykalardan hazırlamışam. Şanları biz bu qaydada saxlayırıq. İndi də mart ayıdır. Artıq bir neçə günə, bir həftəyə və 10 günə başlayarıq yavaş-yavaş bu şanlardan arı ailələrimizə genişləmə zamanı istifadə etmək dostlar. Artıq şan vərəqi olacaq aprel ayında, yəni ikinci mərhələlər, üçüncü mərhələdə artıq başlanacaq şan vərəqləri verilməsinə. Çünki bilirsiniz ki, şan vərəqini hörmək arı üçün indi çox əziyyətdir, heç mümkünsüzdür. Amma normal inkişaf etmiş ailələrə bu cür şan vərəqini qoyan kimi bir sutkadan sonra artıq burada ana arı yumurta qoyacaq dostlar. Demək, bu bizim mənim sizə çatdıracağım süzülmüş şanlarımı mən necə saxlayıram. Bax, belə. Elə insanlar var ki, buzxanada, yayda dərin dondurucularda saxlayırlar süzülmüş şanları və yaxud plyonkalara bükürlər və yaxud cürbəcür tüstü, kimyəvi dərmanlar falan. Mən bunlarla başımı xarab eləmirəm dostlar. Çünki mənə bu o qədər əzab, əziyyət, vəsait xərcləməyə ehtiyac yoxdur. Arının içərisində 4-5 çərçivə mənə lazımdırsa hər arı ailəsinə bölüşdürdük, saxladıq və bu dönəmdə bizim üçün birinci addımdır arıçı üçün. Yəni ona görə mən həmişə deyirəm ki, arıçının qızıl fondu. Baxın, bu çərçivələrdir dostlar. Odur ki, sağ olun, özünüzü qoruyun.